Qərb alimi Boqratdan soruşurlar ki, insaniyyət nədir? Deyir, ucalıq zamanında təvazukarlıq, qüdrət zamanında əhv edib bağışlamaq, səxavətli halında minnətsiz bəxşiş. Əgər kiməsə nəyisə hədiyyə edirsənsə, onu minnətlə etməyəsən. Deyirlər, mütaliə insanı kamilləşdirir, düşünmək qabiliyyəti artırır. Yazmaq isə insana dəqiqliyi öyrədir. Bunların insan həyatında təsirləri çox böyüdür. İmam Musa Kazım əleyhissalam deyir ki, mən istəvə yavməhu fəhuvə məqbunun və mən kanə axiru yavməhi şərrəhumə fəhuvə məl'unun və mən ləm yərifi ziyadətə fi nəfsihi fəhuvə fi nöqsanin və mən kanə ilən nöqsan fəl-məvd xeyrul ləhu minəl həyat. Həzrət deyir, hər kimin 2 günü eyni olsa aldanıb və hər kimin əvvəlki günü sondakı günündən pis olsa məl'undur. Və hər kəs özündə mənəviyyat cəhətdən naqislik hiss etsə, o şəxsə ölüm yaşamaqdan daha yaxşıdır.